Salam əzizləyicilər, xoş gördük hər-birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə bərabərsizlik mövzusundan miqro sertifikasiya ibtidai imtahanda olmuş bütün imtahan suallarını izah edəcəm. Bugünkü sualların hamısını öyrənib yaza biləndən sonra növbəti imtahanda da qarşınıza çıxa biləcək bərabərsizlik sualını rahatlıqla yaza biləcəksiniz. Xatırladım ki, indiyə qədər demək olar ki, bütün illərdə bərabərsizlik mövzusuna aid bir sual olub və bu ildə yenə bir sual tipi olacağı gözlənilir. Gəlin baxaq görə əvvəlki illərdə hansı sual tipləri olub. Həm MİQ-in, həm sertifikasiyanın bütün sual tiplərini bugün görəcəyik. Başladıq. Birinci sualımız sertifikasiya 2024 imtahan sualıdır. Bu arada bu sualları PDF-ləri əldə etmək üçün 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Bizim ödənişsiz kanalımıza qoşulmaq üçün. 240 çıxılsın B kiçikdir. 380 bölünsün 2. Əvvəlcə 380-i 2-yə böləcəyik. 240 çıxılsın B kiçikdir. 190. 280-i 2-yə böldüm. İndi B-ni sağa keçirəcəm, 190-ı sola keçirəcəm. Məlumlar bir tərəfə, məchullar da bir tərəfə. Adi tənlik kimi həll edəcəm. 240 çıxılsın 190 kiçikdir B. Bu da eləyir 50 kiçikdir B-dən. Yəni B-nin qiyməti 50-dən böyüdür və yaxud da 50 B-dən kiçikdir. B-nin qiyməti 50-dən böyüdürsə, 50-dən böyük olan ən kiçik ədəd hansı ədəddir? 51-dir. Doğru cavabımız olur D variantı 51-ə bərabər. B-dən böyük olan, 50-dən böyük olan ən kiçik ədədimiz 51-ə bərabərdir. Bu sual tiplərini ümumiyyətlə təkcə bu yox, bütün indiyə qədər olmuş, yəni çərçivə sənədində olan bütün mövzuların imtahan sual tiplərini bizim FES Akademinin ibtidai sistem test toplusundan əldə edə bilərsiniz. Burada bütün sualların özləri və doğru cavab variantları var. İstədiyiniz mövzudan suallar işləyib imtahana tam rahat şəkildə hazır ola bilərsiniz. Kitabı bütün kitabxanalarda əldə edə bilərsiniz. Başladıq ikinci sualımıza. Deməli 4, 5, B, 90 böyüdür 45670-dən. Burada baxıram ki, bizim B hərfimizin yerinə qoya biləcəyimiz qiymətlərdən danışırıq. B yüzlük mərtəbəsindədir. Burada da yüzlük mərtəbəsinə baxıram ki, 6-dır. Deməli, B-nin qiyməti birinci ağlıma gəlir ki, 6-dan böyük ədədlər olmalıdır. Çünki böyüdür işarəsi var axı. Deməli, 6-dan böyük ədədlər 7 var, 8 var, 9 var. Amma 6-nın özü də olarmı? Bunu yoxlayacağım. Çünki mən bura 6 qoyanda 45690 eləyir. Həqiqətən də 45690 45670-dən nədir? Böyükdür. Çünki bu 690 eləyir, bu 670 eləyir. Doğrudan da B-nin yerinə 6 dolar, 7 dolar, 8 dolar, 9 dolar. Doğru cavabımız olacaq 6, 7, 8, 9. Yəni D variantı bizim doğru cavabımızdır. Bu sualda sertifikasiya imtahanında 2024-cü ildə olmuş sual tipidir. Təbii ki, sizin də qarşınıza əgər hansısa bir sual tipi çıxıbsa, mənim gözümdən qaçıbsa, onun mütləq videonun rəy bölməsinə qeyd edin ki, növbəti videolarda onu sizlər üçün nəzərə alıb izahlarını çəkək. Sertifikasiya 2025 imtahan sualına baxaq. Təbii ki, seanslar çox olur. Müdavimlər, yəni hamı bir seansın içərisində imtahana girmir. Qarşınıza rəqəmləri dəyişmiş formada bir fərqli sual tipi əgər çıxıbsa, varsa yazın, onu da baxaq. Bəzən müdavim yazır rəydə ki, mənə bu düşməyib, bəs nə düşübsə onu yaz. O zaman deyərik ki, həqiqətən də sənə bu düşməyib, düşəni qeyd edə bilirsənsə, yəni doğru formada. Ola bilər rəqəmləri dəyişmiş formada seanslarda suallar ola bilir. Yəni əsas odur ki, nə düşdüyünü qeyd edə bilirsinizsə, onu qeyd edin. Edə bilmirsinizsə də deməli elə bu sual imtahana düşüb. Bərabərsizliyində x-in yerinə yazıla biləcək 4-ə bölünən natural ədədlərin cəmini tap. Baxın, 4-dən böyük, 16-dan kiçik olan 4-ə bölünən ədədlər hansılardır? 4-ün özünü yaza bilmirəm, çünki bərabərlik işarəsi yoxdur. 5-i yaza bilmərəm, 4-ə bölünmür. 6, 7, 8-dən başlayıram. 8 4-ə bölünür. 12 4-ə bölünür və 16 4-ə bölünür. Çünki 16-nı götürmə icazəm var. Aşağısında bir xəttimiz var. Bu xətt bərabərliyi göstərir. Və bunların cəmini istəyir. 8, 12 və 16-nın cəmi 20 üstə gəl 16, 36 eləmiş oldu. Bugünkü videomuz daha çox bazası olan müdavimlərə daha faydalı gələcək. Çünki artıq onlar bazada toplayıblar və bütün imtahan suallarını yaza bilərlər. Əgər sizin bərabərsizliklə bağlı ciddi probleminiz varsa və bazanız yoxdursa, mütləq YouTube-da Ağabəyli Saməddin bərabərsizliklər dərsinə baxın. Ondan sonra daha sizin bərabərsizliklə bağlı zərrə qədər də probleminiz qalmayacaq. Getdik 4-cü sualımıza. Təbii ki, videolarımızı bəyənib, paylaşmaq və rəylərdə öz xoş sözlərinizi bildirmək bizə motivasiyadır. Bu tipli videoların ardını gəlmək üçün bunu davam etdirin sizdə ki, biz də sizə dəstəyimizi əsirgəməyik. X kiçikdir 45 bərabərsizliyində x-in yerinə yazıla biləcək 5-ə bölünən ədədlərin cəmini tapın. Baxın, x-in yerinə yazıla biləcək və 5-ə bölünən ədədlərin cəmi.
Mən 45-dən balaca olan 5-ə bölünən ədədləri birinci yazmağa başlayacağam. Bu ədədlər 40, əvvəlcə ədədləri yazaq. Deməli, bu ədədlər 40, 35, 30, 25, 20, 15, 10 və 5. X-in yerinə yazıla biləcək 5-ə bölünən ədədlərin cəmini soruşur. Bilirsiniz ki, imtahanda bizim kalkulyatorumuz var. Kalkulyator olduğuna görə və bizə verilən ədədlər də çox da böyük ədədlər olmayacağına görə burada xüsusi bir düstur əzbərləməyə ehtiyac yoxdur. Amma kimsə deyirsə ki, müəllim, mən bu şeylərin düsturunu öyrənmək istəyirəm, filan ədədlərin cəmi və s. Onun da bir çarəsi var. YouTube-da Qızıl Qaydalar 1 Ağabəyli İsaməddin yazaraq, bu sadə bir axtarış bölməsidir. Axtarış bölməsindən Qızıl Qaydalar 1 Ağabəyli İsaməddin yazırsınız. Ədədlər toplanmasıdır, sonuncu ədədi tapmaq, birinci ədədi tapmaq, bu haqda məlumat sizlərə göndərilib. Əgər yenildirəm, mən düşüncəmi bilmək istəsə, ehtiyac yoxdur onları qayda kimi, düstur kimi bilməyə. Yəni ədədlər çox da böyük verilmir. Bu da imtahanda kalkulyatorumuz olduğuna görə bizə də kalkulyatorla sürətli formada 40, üstəgəl 35, üstəgəl 30, üstəgəl 25, 20, 15, 10 və 5 topladıq. 180 eləmiş oldu. Mən tövsiyəm budur. Yenə də seçim sizindir. C variantı bizim doğru cavabımızdır. Növbəti sualımıza keçək. 5-ci sualımız. Görək 5-ci sualımızda bizi nələr gözləyir. Aşağıdakı bərabərsizliyə əsasən X-in ala biləcəyi ən böyük natural ədədi tapın. 2025-in sertifikasiya imtahanının sualıdır. Gəlin baxaq nədir. Burada nə edəcəyik? 66 çıx 27 böyükdür X yazacağıq. 66-dan 27 çıxacaq. X-in qiyməti nədən kiçikdir? Gəlin baxaq. 16-dan 7 çıxanda eləyəcək 9. 5-dən 2 çıxanda 39. Düzdürmü? İndi biz nəyi axtarırıq? X-in ən böyük natural qiyməti. 39-dan kiçik olan ən böyük natural ədəd 38-dir. Doğru cavabımız olacaq C variantına bərabər. Neynədik? 66-dan çıxdıq 27-ni yenə də təsdiqləyək. Birdən gecə vaxtıdır. Gözümüzdən nəsə qaçar. Hesablama səhvimiz olmasın. 39. 39-dan kiçik olan ən böyük ədədimiz 38-ə bərabərdir. Növbəti sualımız. Bu arada videomuzu bəyənin, paylaşın və kanalımıza abunə deyilsə, abunə olub bildirişləri açın ki, bu şəkildə videolardan, izahlardan siz də faydalanmış olasınız. Bu sual isə 2025-ci ilin MİQ imtahanının suallarındandır. Gəlin baxa görə imtahana MİQ-də necə bir sual düşüb. 88,4 çıxılsın, 5,4 kiçikdir X, kiçikdir bərabər neçə? 90. Əvvəlcə kalkulyatorumdan nə edirəm? Balaca bir kalkulyatorum var burada. Deməli, 88,4-dən çıxacam 5,4-ü. Neçələdir? 83-lədir. Pəh! Kiçikdir X, kiçikdir bərabərdir 90. İndi bizə deyir ki, X-in yerinə yazılacaq tam ədədlərin ən böyüyünün fərqini tapın. Tam deyəndə bunu yəqin ki, sualı bizə müdavimlər deyib, ondan sonra yazılarda yazılır. Yəni burada naturalı nəzərdə tutun, natural. İbtidailər, yəni natural ədədləri tam ədədlər kimi düşünürlər. Normalda ixtisas riyaziyyatda tam ədəd bilinir də mənfi, müsbət və sıfır olmalı tam ədədlər düşünülür. Yəni bu naturalı bizdən soruşur, tam olaraq onu deyir. Yəni kəsri olmasın, o mənada tam mənasına verilir. Və bunların ən böyük fərqini soruşur. Ən böyük buradakı bizim natural ədədimiz, yəni kəsiri olmayan tam hissəsi olan ədəd mənasında ən böyüyü 90-dır. Ən kiçiyi isə 84-dür. 90-dan 84-ü çıxacam. 90 çıx 84 bərabərdir. Neçə eləyəcək? 6 eləmiş olacaq. Doğru cavabımız olur A variantı 6-ya bərabər. MİQ 2025 imtahan sualıdır. 7-ci sualımıza baxacağıq. 7-ci sualda yenə deməli 2025-ci ilin MİQ suallarındandır. Başqa bir seansın sualıdır. Görürsə ədədlər dəyişib və yaxud da hansısa bir, yəni müdavimin başqa bir müdavimin qarşısına bu şəkildə çıxıb. Gəlin baxaq. Ən böyük fərq neçədir? Bərabərsizlik ödəyən natural ədədlər üçün ən böyük fərqimiz neçədir? 59,7-dən 4,5-i çıxacağıq. Gəlin çıxaq. Deməli 59,7 çıxılsın 4,5. Neçədir? 55,2 eləmiş oldu. Yaz da bura. Bunun cavabı elədir. 55,2 kiçikdir X, kiçikdir 63. Ən böyük fərqi neçədir? Baxın, buradakı bizim natural qiymətlərimizdə ən böyük natural qiymət 62-dir. Çünki 63-dən balaca olan ən böyük ədədimiz hansıdır? 62-dir. Burada isə 53-dür. Çünki 55,2-dən böyükdür deyirlər. Böyükdürsə 53-dür deməli. Bunların da fərqini istəyir. 62-dən çıxacam 53-ü. 12-dən 3 çıxanda 9 edir. Deməli,
cavabımız oldu. Nəyə bərabər? 9-a bərabər. Baxar gözümüzdən qaçan bir şey yoxdur. Ola bilər nəsə hansısa rəqəmdə səhvlik olsun. 59,7. Baxaq 59,7 çıxılsın 4,5. Elədi 55,2. Əla. Bu da 63-dür. Bərabərsin ödəyən natural ədədlər üçün ən böyük fərq neçədir? Baxın, 55,2-dən böyük olan ədədimiz 53-dür. Bu 100% belədir. Və buradakı x-in qiyməti ən kiçik ədədimiz 53-dür. Ən böyük ədədimiz isə 62-dir. Yəqin ki, nəsə burada hansısa rəqəm səhv düşüb suallıya bizə bildirəndə, yəqin ki, bunu bir 9 eləsək, 62 çıxılsın 53. Əgər yorğun deyilsə, gözümüzdən nəsə qaçmırsa, təsdiqləyək. 62 çıxılsın 53. Neçə edir? 9-a bərabər olmuş olur. Bəli, 9. Gəlin buna bir E variantı 8-i 9 eləyək. E variantı bizim cavabımızdır. Yəni bizdə bu bərabərsiz ödəyən natural ədədlər üçün ən böyük fərqi soruşur. Bəli, E variantı 8-i 9 elədik və 9 bizim cavabımızdır. Narahat olmayın, yəni imtahanda sual cavabı doğru verilib. Sadəcə suallar belə deyək də imtahandan sonra müdavimlər tərəfindən bildirildiyinə görə hansısa rəqəmdə və yaxud da cavabda səhvlik, yəni səhv bildirilmiş ola bilərlər bizə. Getdik 8-ci sualımıza. Kəsirli bir sual. 2023-cü ildə bilirsiniz ki, ən çətin il 23-cü il olub. Həmin ildə düşmüş bir bərabərsizlik sualına baxırıq. 7-də 2 kiçikdir 21-də 3x üstəgəl 3 kiçikdir 7-də 6. Mənim sizə tövsiyəm odur ki, mütləq şəkildə belə kəsirli bərabərsizlikləri İlk növbədə kəsirdən azad edin. Birinci budur. Kəsirdən necə azad edəcəyik? Baxa görə lövhəmiz yaxşı görünürmü? Əla, yaxşıdır. Kəsirdən azad etmək üçün orta bir məxrəc seçilir. Bunların orta məxrəci 21. Yəni 7 və 21-lərin orta məxrəci 21-dir. Hamısını 21-ə vururam məxrəcdən azad etmək üçün. Baxın, 21-i 7-yə böləcəm 3, 3-ü 2-yə vuracam 6. Kiçikdir. 21-i 21-ə böləcəm 1. 1-i vuracam 3x üstəgəl 3-ə. Kiçikdir. 21-i böləcəm 7-yə 3. 3-ü 6-ya vuracam 18. Üstəgəl 3-ün tərsi nədir? Çıx 3-dür. Yazacam çıx 3, çıx 3 və çıx 3. Altdan 3 çıxdım elədi 3. Kiçikdir. 3x bu 3-lər getdi. 18-dən 3 çıxdım elədi 15. Vur 3-ün tərsi nədir? Böl 3-dür. Bu qaydaları bilmirsənsə, mütləq şəkildə sən get bərabərsizliklər Ağabəyli İsaməddin yaz və YouTube kanalında o dərslərə bax. Vur 3-ün tərsi böl 3-dür. Böl 3 və böl 3. Çünki rəqiblərin hamısını bilir, öyrəndim, amma sən hələ də tənbəllik eləyib öyrənməmisən. 1 kiçikdir x-dan, kiçikdir 5-dən. Ala biləcək ən böyük natural qiymətin 2 mislini tapın. Ən böyük natural qiymət 4-dür. Çünki 5-dən balaca olan ən böyük ədəd 4-dür. 4-ün 2 misli 8-ə bərabərdir. D variantı 8 bizim cavabımızdır. Mənim ürəyim hələ də 7-ci sualda qalıb. Yəqin ki, 7-yi neçə edən. Bu sualda siz də bilən təsdiqləyirsiniz. Rəylərdə görün. Cavabı düz almışıqmı? Saat hazırda bəlkə də neçədə 11-ə qalıb və s. dərsdən çıxmışam və ola bilər də insanın gözümüzdən nəsə qaçır. Nə qədər eləsək də görə bilmirik onu. Yorğun beyinlə izah edəndə nəsə gözdən qaça bilir. Yəqin ki, bunu nəzərə alarsınız. 9-cu sualımız, əgər səhv varsa mütləq videonun rəy bölməsinə qeyd edin. 23-ü vuracaq 2-yə bax. 2023-cü ilin, ən çətin ilin bərabərsizlik sualıdır. 23-ü vuracam 2-yə eləyəcək 64. 64 yox, üzrüstüm 46, düzəldik bunu. 46 böyüdür 8x üstəgəl 3, böyüdür 62-ni 2-yə böldüm 31. Nə öyrənmişik? X-in yanında nə varsa bunları tərsinə təkrarlayırıq və x-i ortada tək saxlayırıq. Üstəgəl 3-ün tərsi çıx 3-dür. Çıx 3, çıx 3 və çıx 3. 46-dan 3 çıxacam 43, böyüdür 8x. Bu 3-lər getdi. 31-dən 3 çıxacaq. Böyüdür 20. Neçə eləyəcək? 28. Düzdür? 28. İndi vur 8-in tərsi böl 8 olduğuna görə hər birini 8-ə böləcəm. Böl 8, böl 8 və böl 8. Niyyət 8-i yoxa çıxarmaq, x-i tək saxlamaqdır. 43-ü 8-ə böləndə bilirsiniz ki, 5 və qalır. Böyüdür 8x-i 8-ə böləndə x. Böyüdür 28-i 8-ə böləndə 4 dəfə, 30 gelir 3 dəfə. 3 və qalmış olur. Bu sualda da biz bunu dərs sahında vermişəm. Bu dəqiqə anlamayacaqsınız əgər əvvəldən baxmamısınızsa.
3 qalıq və 5 qalıq varsa 3 qalıq 3 ilə 4 arasındadır. 5 qalıq 5 ilə 6 arasındadır. Bunları birləşdirirəm və hansı rəqəmlər düzbucağının içərisinə daxil olursa o rəqəmlər bizim ala biləcəyimiz natural qiymətlərdir. X-in ala biləcəyi ən böyük və ən kiçik natural ədədlərin cəmini istəyir. 4 ilə 5-dir. Bunların da cəmi 9-a bərabərdir. B variantı 9 bizim doğru cavabımızdır. 9 yazanlarımızı şık gürültülü alqışlayırıq. Halaldır, əhsəndir sizə. Neçənci sualımız? 10-cu sualımız. 10-cu sualımızın düzdür cavabını da görürük, amma eybi yox. Əsas özümüzdə yazaq. 10-cu sualımız 2024-cü ilin MİQ imtahanının suallarındandır. Özünüz də fikir verirsiniz ki, hər il demək olar ki, son 2-3 ildə, 3-4 ildə bərabərsizlik mövzusundan suallar olub və suallar çətin deyil, normal tipdədir. İstədiyiniz formada yaza bilərsiniz və cavablarını da öyrənmək üçün mütləq şəkildə qaydanı bilməli. Qaydanı bildiksə sualın cavabı hazırdır. Xahişim odur ki, videonu saxlayın. 10-cu sualı rəy bölməsinə doğru cavabı yazın və sonra qayıdın gəlin sualımıza. Görək bu sualı necə yaza bilərik. 192 kiçikdir 32x, kiçikdir 72-ni 4-ə vuranda 8, 28, 288. İndi 32x-dırsa hər tərəfi 32-yə bölürəm ki, X-ı tək saxlayayım ortada. X-ı ortada tək saxlayayım. Bunu da kalkulatorun canı sağ olsun. Gəlin bir yerdə böyle 192 bölünsün 32. Neçədir? 6 kiçikdir x, kiçikdir. Bunlar getdi. 288 bölürəm nəyə? 32-yə. Elədir 9. İndi nə deyir bizə? X-in ala biləcəyi ən böyük natural ədədlə ən kiçik natural ədədin hasili. Ən böyük 8-dir, 9-dan balacadır. Ən kiçiyi də 7-dir. Bunların hasili 56-nı verir bizə. D variantı bizim doğru cavabımızdır. Bu arada bütün çərçivə sənədinə uyğun olan sualların hamısının, bütün mövzuların qəbul suallarla birlikdə təbii ki artığına bir yeri nümunə suallarını görmək istəyirsinizsə, FES Akademinin riyaziyyat test toplusunu bütün kitabxanalardan əldə edə bilərsiniz. Təbii ki dərslərimizə qoşularaq bu kitabın izahlarını da görə bilərsiniz. Eyni şəkildə videomuzu bəyənin, paylaşın və rəy bölməsinə öz ürək sözlərinizi bildirməyi unutmayın. Neçə suala özünüz sərbəst doğru cavab verdiniz, bu haqda da yaza bilərsiniz. 055 527 25 99 WhatsApp nömrəsinə yazaraq həm ödənişli, həm ödənişsiz kanallarımızdan, qruplarımızdan yararlana bilərsiniz. Sağ olun, hansı mövzunun bu şəkildə bütün imtahan suallarını görmək istəyirsinizsə, videonu rəy bölməsinə qeyd etməyi unutmayın. Sağ olun, hələlik.